Məsələ burasındadır ki, mən o dişləri satmışam. Necə mi? Satmısınız? Ha. Onda mən sizdən ilk dəfə üzr istəyirəm. Deyə bilərsiniz kimə satmısınız? Qağaş, həkim? Nəsə bir problem varsa açıq deyin, mən də bilim ha. Yox. Nə problem olacaq, qağaş, həkim? Hə, heç bir problemi yoxdur, göstərə bilərəm. Şəkillər var. Hə. Bir dəqiqə. Hə, bax, birinci diş müğənni Tubu xanımın ağzındadır. Görürsünüz? Bax. Tubi. Pərəstişarıdır. Hə. İkinci diş, bir dəqiqə. Hə, budur. İkinci diş Dadaş müəllimin ağzındadır. Hə. O biri? Mənim bir yaxşı müştərim var. Onu ona satmışam. Bir dəqiqə tapım, indi göstərəcəm. Hə, budur. Bax. Üçüncü diş itin ağzındadır. İti? İtə satmısınız? İtə diş satırlar, qağaş. Yiyəsində satır da yəni, deyəm bir dəqiqə. Mən sizdən ikinci dəfə xahiş edirəm, dişə kimi qağaş. Onları biz necə tapa bilərik? Yəni sizdə var onların ünvanı həkim qağaş, qağaş həkim diş.